أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم اقرأ باسم ربك الذي خلق الإنسان من علق اقرأ وربك الأكرم الذي علم بالقلم علم الإنسان ما لم يعلم. Sadaqallahul aliyyul azim. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi dinləyən, izləyən hər kəsə. Allahdan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları bu mübarək Rəcəb ayında tutulan orucları ali dərəcədə qəbul eləsin inşallah. Allah bizi bu Rəcəb ayının həqiqi feyzindən, savabından faydalanan kəslərdən qərar versin inşallah. Bugün bildiyimiz kimi cümə günüdür və eyni zamanda mübarək Rəcəb ayının son cüməsidir və xüsusilə də Məbəs gününün astanasındayıq. Allah bu cüməni cümləmizə mübarək qərar versin. Sonuncu cüməmiz qərar verməsin. Doğrudan da günlərin və yerlərin bir-birinə nisbətdə fərqi var. Zaman baxımından savablı, fəzilətli bir gündür və xüsusilə Bəqiyyətullahul Azam, sonuncu xilaskarımızın, vəd olunmuş imamımızın gəliş günüdür. Bugün o gündür ki, Kəbədən bütün dünyaya Ca'əl-Haq və Zəhəqəl Batil şuarının səsləndiyi bir gündür. Haqq gəldi, batil aradan gedər və haqq olan yerdə həmişə batil, məhvə, məhkumdur deyə çağırışın, sədanın uzalacağı bir gündür. Allah o günü görməyi, o sədanı eşitməyi hər birimizə nəsib eləsin inşallah.